Bu meydanı hamı görsətdi artıq. Bilirsiniz, bir tərəfi birinci mərtəbədir, o biri tərəfi də. Bir tərəfdən isə, bax belə, neçənci mərtəbədir bilmirəm, amma hündürdür. Çonqin şəhəri bu populyarlığı öz yerinə borcludur. Çünki dağlıq yerlə yerləşir. Bir tərəfdən birinci mərtəbədir, o biri tərəfdən də gördünüz 18-ci mərtəbədir. Amma əslində Yancı çayına gedən yoldur hamısı. Yəni çay milyon illərdir axır və belə bir çala kimi əmələ gəlib. Sizə deyim ki, İstanbul da bu relyefə görə belə gözəldir. Və biz çox xoşbəxt insanıq ki, bu dövrdə yaşayırıq. Binalarla bu təbiətin bir araya gəlməsini seyr edirik və ləzzət alırıq bu kadrlardan. Həqiqətən şəhər çox miqyaslı, böyük şəhərdir. Mən çox bəyənirəm. Videonu bəyəndinizsə like qoyun, dostunuza göndərin, o da baxsın. Sağ olun, görüşərik.